Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Sabunçu 204-ün yolunda belə bir evimiz çıxıb satışa. Gördüyünüz qonaq otağının uzunluğu ən azı 10 metrdir. Böyük bir zalı var. Daxil olduq yataq otağımız. Evimiz kombi sistemlidir, sənəd bələdiyyədir. Kommunallar hər üçü mövcuddur. Və koridordan daxil oluruq növbəti bir yataq otağına. Dediyim kimi, ümumilikdə 3 otaqdan ibarətdir. Cüt daşla tikilib evimiz. Yaşayışlı təmir evdir, şəxsi tikilişdir yaşayış üçün. İndi isə keçək mətbəx hissə ilə sizi tanış edeyim. Belə bir mətbəx hissəmiz. Sanitar qovşaq addenli yerləşir və sanuzelimiz. Belə bir təmirli sanuzel. İndi isə sizə həyətyanı sahədən tanış edəcəm. Evimiz dediyim kimi cüt daş, paket dam, yolla məsafəsi 15-20 metr yola yaxındır Sabunçuda, hündür yerdədir. Və belə bir həyəti navestidir, hər iki tərəfdən maşın saxlamaq üçün də. Və həyətində belə bir kombi otağı, əlavə avadanlıqları yığmaq üçün. Həyətinə maşın daxil olur. Həyətində yerləşdirilən qrantlar. Və daxil olduğu evimizin digər başına keçim, sizə kürsünü göstərdim. Əsas o da evimizin kürsüsü var. 4 daşa yaxın kürsü var. Bax,